53 ildir istifadə olunan Milmuğan hidroqovşağı Azərbaycan və İran İslam Respublikası tərəfindən Araz çayı üzərində tikilib. Hidroqovşaq vasitəsilə hər iki tərəfdə 250 min hektara yaxın ərazisi suvarma su ilə təmin edilir. Bu sahələrin suvarılması Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Milmuğan hidroqovşağının istismarı idarəsi tərəfindən həyata keçirilir. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün Baş Mil kanalı, Yuxarı Mil kanalı və Yeni Xanqızı kanallarının suyundan istifadə edilir. Baş Mil kanalı Füzuli və Beyləqan rayonları ərazisindən keçir. Yuxarı Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarında əkin sahələrinin suvarılmasını yaxşılaşdırır. Cari ildə Araz çayından Milmuğan hidroqovşağına 2 milyard 379 milyon kub su daxil olmuşdur. Bundan 1 milyard 119 milyon kub su aşağı bir və Bəhramtepe hidroqovşağına buraxılmış, 737 milyon kub qarşı tərəfə, 525 milyon 570 min kub su isə Baş Mil kanalı vasitəsilə götürülərək xidməti ərazimizdə olan rayonlara çatdırılmışdır. İdarə tərəfindən bu ilin əvvəlindən etibarən 45 ədəd hidrotexniki qurğu, o cümlədən 10 ədəd mülki və istehsalat binası cari təmir olunub. Bundan başqa 2025-ci ilin istismar tədbirlər planına uyğun olaraq kanallarda lildən təmizləmə və təmir işləri davam edir. Mexanizmlər vasitəsilə kanallarda 53.300 kubmetr, əl ilə isə 1466 kubmetr lildən təmizləmə işləri görülüb. Bundan yanaşı 55.400 kubmetr torpaq mühafizə bəndinin təmiri həyata keçirilib. Qış aylarında həm hidroqovşaqda, həm magistral kanallarda həyata keçirilmiş tədbirlər nəticəsində bu il suvarma mövsümünü mütəşəkkil başa çatmışıq. Milmuğan hidroqovşağında korroziya uğramış 15 ədəd su buraxıcı qapı yenisi ilə əvəz olunmuş. Magistral kanallarda, suvarma kanallarında suyun manesiz və itkisiz axıdılması üçün daimi olaraq lildən və kolkosdan təmizləmə işləri həyata keçirilir. Beton kanallarda çökmüş, dağılmış hissələrdə mütəmadi olaraq betonlanma işləri aparılır. Milmuğan hidroqovşağının istismarı idarəsi tərəfindən Xudafərin və Qız Qalası su anbarlarında yığılan suyun dəqiq hesabatı aparılır. Hazırda Xudafərin su anbarında kifayət qədər su toplanıb ki, bu da payızlıq əkinlərin suvarılmasında problemin yaşanmayacağından xəbər verir.